أعوذ بالله من الشيطان اللعين الرجيم إن عدة الشهور عند الله 12 شهرا في كتاب الله يوم خلق السماوات والأرض منها 4 حرم. Sadaqallahul aliyyul azim. Allahın salavat və salamı olsun siz, əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə, səsimizi eşidən, bizi izləyən hər kəsə. Allahdan diləyək etdiyimiz duaları, qıldığımız namazları, bu aylarda, bu günlərdə tutduğumuz orucları və qəlbimizin dərinliyindən dilimizə gətirib ifadə etdiyimiz bütün o səmimi duaları, hacət və mətləbləri Allah bizdən qəbul eləsin inşallah. Allahdan diləyək, Allah qəlbimizdən kini, küdurəti, şeytanəti, vəsvəsəni kənar eləsin. Qəlbimizi iman nuru ilə nurlandırsın. Xalqımızı, millətimizi, cəmiyyətimizi, xüsusilə ailələri bir-birinə mehriban eləsin inşallah. Allah bu birliyimizi, bu vəhdətimizi daimi, əbədi eləsin inşallah. Bildiyimiz kimi bugün cümə günüdür. Cümə həftə günləri içərisində ən mübarək bir gündür və Quran və sünniyə əsaslansaq sonuncu xilaskarımızın gəliş günüdür. O gündür ki, yer üzəri haqsızlıq, ədalətsizlik, zülm, nifaqla dolduğu bir vaxtda gəlişi ilə haqsızlığı aradan aparıb haqqı, ədalətsizliyi aradan aparıb ədaləti, zülmün, sitəmin, nifaqın kökünü kəsərək sülhü, əmniyyəti yer üzərində bərqərar edəcəyi bir gündür. Allah o günü görməyi hər birimizə nəsib eləsin inşallah. Əgər ömrümüz vəfa qılmazsa, həmin günü görə bilməriksə, Allah yaşadığımız bu ömürdə, bu qısa vaxtda öz vəzifələrinə, boynumuza düşən öhdəliklərə tam, dürüst yerinə yetirən bəndələrdən bizi qərar versin inşallah.